Salam 44 kanalının dəyərli izləyiciləri, keçən dəfə Changan Kyuan Q07 haqqında video çəkmişdim və kifayət qədər də yaxşı baxış yığmışdı. Deməli, sizə də maraqlıdır bu tip avtomobillər və bu dəfə heç də ondan az populyar olmayan Changan Yunize avtomobilini tapdım sizin üçün. Bu avtomobillər də ölkəmizdə son dövrdə kifayət qədər populyardır və bu dəfə istəyirəm sizi bu maşınla daha da yaxından tanış edeyim. Deməli, 2022-ci ildən Ocean Z6 modeli istehsal olunur. Daha sonra 2024-cü ildə bu avtomobilin adı dəyişir və artıq Changan Yunize adı ilə istehsal olunmağa başlayır və günümüzə kimi də istehsal olunur əlbəttə ki. Bu avtomobillər bizə ölkəmizə əsasən Çindən gətirilir, amma rəsmi servisdə də satılır Yunize IDD adı ilə. Yəni bu avtomobillər plug-in hibrid avtomobillərdir. Orta ölçülü crossover segmentinə aiddir. Yəni Sportage, Tucson bu avtomobillərlə eyni ölçülərdədir. Burada komplektasiyalarda ayrıca qeyd eləmək istəyirəm. Düzü mən bir xeyli araşdırma elədim. Yəni internetdə müxtəlif saytlardan və tam dəqiq bu avtomobillərin komplektasiyalarına rast gəlmədim. Amma belə çıxır, bu avtomobillərin Leading, Battleship, daha sonra Excellence, Super Enerji komplektasiyaları var. Bir də Black Edition modelləri var, hansı ki, demək olar ki, avtomobil tam qaradır, yəni bütün xrom elementlər qara rəngdədir. Bizim avtomobilimiz ən maksimal komplektasiyadır. Maksimal komplektasiya adətən ya Excellence adlanır, ya da Super Enerji adlanır. Maksimal komplektasiyanı necə təyin edə bilərsiniz? Onların açarında 5 ədəd düymə olur. Deməli, bu avtomobildə duqalar olur, panoramik tavandır, üz tanıma funksiyası var, ambiyans işıqlar var. Deməli, oturacağın bel hissəsinin tənzimlənməsi var. Yəni, bunun kimi funksiyalar yalnız yüksək komplektasiyalarda olur və bu şəkildə də məhz avtomobilin komplektasiyasını təyin edə bilərsiniz. Avtomobil kifayət qədər müasir avtomobildir və demək olar ki, Changan Yuni xəttinin ümumi dizaynını özündə əks elətdirir. Deməli, avtomobilin ön hissəsində də full LED tipli işıqlardan istifadə olunur. Bizim avtomobilimiz maksimal komplektasiya olduğundan üzərində 20-lik disklər də var və avtomobillərin həm ön, həm də arxa təkərlərində disk tipli tormozlardan istifadə olunur. Avtomobil arxa hissədən də bu cür görsənir. Gördüyünüz kimi sportiv belə bir spoilerimiz də var. Avtomobilin bagajını açmaq üçün deməli bunu açardan da aça bilərsiniz, salondan da aça bilərsiniz, buradakı düymə vasitəsilə də aça bilərsiniz. Hətta bu avtomobillərdə səs tanıma özəlliyi də var. Yəni yüklə gəlsəz səslə bagajı da aça bilirsiniz, amma əlbəttə ki, bu Çin dilindədir. Deməli buradakı düymə vasitəsilə açırıq. Bagajın açılma mexanizmi elektrondur. Deməli, Yunizelərdə bagajın həcmi 638 litrdir, yəni kifayət qədər geniş bagajdır. Burada deməli belə bir material var, lakin kənarlarda artıq biraz sərt plastikdir. Deməli, bagajın altında ehtiyat təkəri yoxdur, burada da bölmələr var və akkumulyator yeri var. Eyni zamanda avtomobilin arxa oturacaqları da qatlanır 40-ın 60-a nisbətində və siz tam horizontal döşəmə əldə eləmiş olursunuz. Bagajın bağlanma mexanizmi də bu düymə vasitəsilədir. Bizim avtomobilimiz maksimal komplektasiyadır. Bizim panoramik tavanımız da var. Tavan açılır, bağlanır. Deməli, mərkəzdə 14.6 düymlük monitorumuz var. Mənim qabağında, yəni cihazlar paneli 10.2 düymlük monitordur. Kifayət qədər keyfiyyətli monitorlardır. Monitorlardan da məlum məsələdir ki, artıq müasir avtomobillərdə bütün özəlliklər keçib monitorlara və klimat kontroldur, oturacaqların isidilməsidir, soyudulmasıdır, benzin qapağının açılmasıdır, naqillərin qapağının açılmasıdır. Bunların hamısını monitordan idarə edirsiniz. Hətta monitordan şüşələri açıb bağlamaq, güzgüləri açıb bağlamaq, bagajı açıb bağlamaq kimi şeyləri də eləyə bilirsiniz. Və Changan Q07-dəki kimi bu avtomobildə də məhz çölə səs ötürmə özəlliyi var.
Yəni bir növ rasiya özəlliyi var. Eyni zamanda bu avtomobillə məhz çölə musiqini də ötürə bilirsiniz. Deməli bizim avtomobilimizdə oturacaqlar dəridir. Ön oturacaqların isidilmə, soyudulma funksiyası var, amma arxada yoxdur. Deməli oturacaqlar kifayət qədər rahatdır. Elektron tənzimlənməsi var. Sahibi qeyd edir ki, yaddaş özəlliyini aktivləşdirmək üçün master account almaq lazımdır. Yəni belə normalda yaddaş özəlliyi yoxdur bu avtomobildə oturacaqların. Sükan dəri ilə üzlənib. Deməli sükanın tənzimləmə mexanizmi mexanikidir, elektron deyil. Sükanın üzərində 360 dərəcə kameranın, multimediyanın, kruiz kontrolun, zolaq tutma və s. özəllikləri idarə edə bilirsiniz. Deməli avtomobilin bu ön panelində yumşaq materiallardan istifadə olunub. Bu digər qalan bütün o narıncı hissələr ki görürsünüz, bunlar əsl dəri deyil, sadəcə dəri imitasiyadır. Deməli klassik sürətlər qutusunun joystikidir, yəni düymələr yoxdur bu avtomobildə. Avtomobildə deməli bu hissədə fast şarj özəlliyi var və telefonunuzu qoyursunuz, şarj oluna bilir. Start-stop düyməsi çox aşağıdadır. Burada hava deflektorlardır, 2 ədəd stəkanlığımız var. Geniş dirsəkaflığı bölməsi var. Deməli, hətta bunun altında belə USB çıxışı var. Bir ədəd də 12 voltluq çıxışımız var. Salonda bir kameramız var, hansı ki içərini çəkir, bir də çölü çəkir, yolu. Yəni registrator özəlliyini görür və sizə lazım olanda bu görüntünü məhz kart sayəsində götürə də bilirsiniz, istifadə edə bilirsiniz. Onu da qeyd edim ki, maksimal komplektasiyanın göstəricilərindən bu ambiyans işıq da aiddir bura. Bu ortadakı dinamik də aiddir. Bizim avtomobilimizdə Sony səs sistemidir. Daha sadə komplektasiyalarda 6 ədəd dinamik olur, lakin bu yüksək komplektasiyalarda 8 ədəd dinamik olur. Klassik günlüklərimiz var, güzgü var, lakin təəssüf ki, işıqda artıq biraz qənaət ediblər, işığı yoxdur. Ön oturacaq mənim boyuma görə tənzimlənib, yəni 1.75 metr və görürsünüz ki, mən öz arxamda kifayət qədər rahat otururam. Bir xeyli diz məsafəm və baş məsafəm də var. Dirsəkatlığım da var, yəni oturmaq çox rahatdır burada. Hətta mən deyərdim ki, 3 nəfər burada rahat otura bilər, çünki mərkəzi tunelimiz də yoxdur. Bu avtomobillər ön ötürücülü avtomobillərdir. 2 ədəd stəkanlığımız var, 1 ədəd deməli hava deflektorudur, 2 ədəd də aşağıda USB çıxışı var. Burada da yenə dinamikimiz var, bu butulka qoymaq üçün yerdir. Yenə burada yuxarıda nisbətən yumşaq materiallardır, lakin yenə də aşağıda sərt plastikdən istifadə olunub. Oturmaq rahatdır, arxa oturacaqlar üçün qızdırılma, soyudulma özəlliyi yoxdur. Burada 2 dənə cib var, qeyd etdiyim kimi dirsək altlığıdır və bu qədər. Unize'nin kapotunun altında deməli 1.5 litrli 4 silinderli atmosferik benzin mühərriki var və bir ədəd də 158 kW-lıq elektrik mühərriki var, hansı ki ümumilikdə bu sistem 215 at gücü istehsal edir və 330 Nm torq. Deməli avtomobil məlum məsələdir ki, plug-in hibrid olduğundan yəni çox qənaətçil avtomobildir. Məsələn bu avtomobilin sahibi avtomobili alandan indiyə kimi 2500 km yol gedib və cəmi hardasa 100 manatlıq benzindən istifadə edib. Yəni bu da olduqca qənaətçil olduğunu göstərir bu avtomobillərin. Hətta bu avtomobildə yalnız 95 oktanlı benzindən istifadə olunub. Yəni 92 oktanlı benzinlə bu artıq xərclər yenə biraz aşağı olacaq. Deməli qaldı ki, şarj məsələsinə. Avtomobildə 18.4 kW-lıq batareya var, fast şarj özəlliyi var. Deməli siz əgər yanacaq doldurma məntəqələrindəki stansiyalardan və ya digər elektrik stansiyalarından istifadə eləsəz, fast şarj özəlliyi ilə 30%-dən 80%-ə yarım saata dolur. Amma əgər avtomobildə enerji məsələn 0%-ə yaxındsa, 100%-ə qədər hardasa 1 saat 10 dəqiqə belə çəkir. Amma ev şəraitində də, məsələn, ev şəraitində əgər stansiyanız varsa evdə, bu hardasa 3 saat kimi bir vaxt çəkəcək. Amma standart 220 voltluq cərəyan yuvasından artıq daha çox çəkəcək, hardasa 2 dəfəyə qədər daha çox çəkə bilər.
Və avtomobildə də məlum məsələdir ki, AC/DC portları var, yəni həm fast sürətli şarj üçün, həm də yavaş şarj üçün. Deməli qaldı ki, avtomobilin mühərriklərin dözümlüyünə yenə də qeyd edirəm, bütün Çanqan videolarındakı kimi hələ ki konkret bir məlumatımız yoxdur. Bu mühərrik keçən dəfə də qeyd eləmişdim ki, zəncirli mühərrikdir, amma onun da reqlamentini bilmirik ki, nə vaxt dəyişməlidir. Amma mən internetdə tez-tez, yəni YouTube-da olsun, sosial medialarda olsun, tez-tez kommentlər oxuyuram bu avtomobillər barədə və bəzi sürücülər qeyd edirlər ki, 100 mindən çox da sürüblər və mühərriklə bağlı hər ciddi bir problem yaşamayıblar. Bort kompüterdə göstərdiyinə görə avtomobilin yanacaq sərfiyyatı 3.9 litrdir. Avtomobil sahibi biraz aqressiv idarə edir və bəzən məhz bu batareyanın şarj olunması üçün benzin mühərrikindən də istifadə edir. Amma ola bilsin digər sürücülərdə daha az olsun. Və əgər bu mühərrik haqqında maraqlanmaq istəsəz, bu mühərrikdən Çanqanın bir neçə digər avtomobillərində də istifadə olunur. Məsələn, sedanlarda da istifadə olunur. Bir öncəki videomuzda olan Çanqan Q07-də də bu mühərrikdən istifadə olunur. Əgər özünüz maraqlanmaq istəsəz, mühərrikin kodu JL469Q1-dir. Əlbəttə ki, avtomobil ilk öncə bu elektrik mühərriki hesabına başlayır hərəkət eləməyə. Lakin rejimlərdən asılı olaraq artıq özü də qərar verə bilir ki, yəni benzin mühərriki qoşulsun ya yox. Biz indi hansı rejimdir? İndi ağlı hibrid. İndi hibrid rejimidir, AI hibrid rejimidir. Yəni avtomobil özü qərar verəcək ki, bizə elektrik mühərriki lazımdır, yoxsa benzin mühərriki lazımdır, özü avtomatik lazım olanda işə salacaq. Hal-hazırda elektrik mühərrikinin hesabına hərəkət edərikdə avtomobil çox yaxşı sürətlənir. Ümumiyyətlə, bu avtomobildə 0-dan 100-ə sürətlənmə 7.4 saniyədədir. Yəni, bu ölçülərdə avtomobil üçün pis göstərici deyil. İndi sport rejimdədir. Sürətlənməyi yaxşıdır. Yəni, sport rejimdə də yoxladıq. Biz sürətlənmir. Hal-hazırda hamarlıqların üstündən keçirik. Bu Ağşəhərdəki daşların üstündən. Avtomobil çox komfortlu avtomobildir. Bu vibrasiya vermir gövdəyə çox da. Yəni bu titrəyişləri çox da hiss eləmirsiniz salonda. Askı sistemi burada öndə McPherson dayaqlardır, arxada çoxlinqli askı sistemidir. Bu Unizelərdə pnevmatik askı sistemi və yaxud idarə olunan amortizatorları yoxdur. Bunda sadə yaylı askı sistemidir. Amma yenə də biz bu avtomobillərin hələ ki askı sistemlərinin uzun ömürlüyü ilə bağlı bir şey bilmirik. Hazırda bizim cihazlar panelində göstərdiyinə görə 90 km elektriklə gedə bilirik. Ümumiyyətlə bizim avtomobilimiz 125 km-lik variantdır. Yəni sırf elektrik hesabına kağız üzərində 125 km getmək olur. Amma əlbəttə ki, bu ən ideal şərtlərdədir. Realda hardasa 95 km kimi bir elektrik məsafəsi verir bu avtomobil. Və əgər avtomobilin enerjisi bitsə, benzin mühərriki avtomatik işə düşür və siz başlayırsınız benzin mühərriki ilə hərəkət eləməyə. Qeyd etdiyim kimi, yalnız elektriklə real göstərici 95 km-dir bu civarda. Lakin qarışıq rejimdə həm benzin, həm elektrik bu avtomobil 1200 km-də gedə bilir. Tam şarj və tam dolu yanacaq çəni ilə. Ümumiyyətlə, mərkəzdəki monitor bu müasir avtomobillərin əsas, belə deyək də, device-ıdır və bütün hər şey oradan idarə olunur. İstər bunun təhlükəsizlik sistemləri olsun, istər adi askı sistemi olsun,
sükanın sərtliyi olsun və s. hər şey oradan idarə olunur. Bu monitorlar zavoddan Çin dilində gəlir əlbəttə ki, lakin avtomobil sahibi rus dili yazıb monitora. YouTube-un, Waze-in, daha sonra Çin dilindən rus dilinə keçid eləmək, bu proqramların yazılması avtomobil sahibinə 150 manata başa gəlir. Qeyd etdiyim kimi avtomobil yaxşı sürətlənir. Bu avtomobildə eCVT tipli sürətlər qutusundan istifadə olunur. Hansı ki, demək olar ki, Çanqanın bütün avtomobillərində artıq bu sürətlər qutusundan var. Sürətlər qutusunun işləməyini ümumiyyətlə hiss eləmirsiniz. Sürüş çox komfortludur. Amma yenə də bu sürətlər qutusunun deməli dözümlüyü ilə bağlı heç nə bilmirik və mən yenə də davamlı olaraq oxuyuram YouTube-da kommentləri, yəni sürücülərin yazdığı kommentləri. Bəziləri deyir ki, 130 min kilometr sürmüşük, heç bir problem olmayıb, amma bəziləri də yazır ki, 12 mində artıq sürətlər qutusu sıradan çıxıb və sürətlər qutusunu tapmaq çətindir, bahadır. Yəni belə qarışıq rəylər var. Ona görə də hələ tam qərar vermək olmur ki, bu sürətlər qutusu uzun müddətdə özünü necə göstərəcək. Yenə də avtomobillər hələ ki təzədir, hələ ki bir problem yaratmır, amma zamanla hər şeyi biləcəyik. Avtomobilimizdə 360 dərəcə kamera var, zolaq tutma özəlliyi var, adaptiv kruiz var, yəni qarşıdakı avtomobilə baxaraq avtomobilin sürətini tənzimləyə bilir, ara məsafəsini tənzimləyə bilir. Deməli, zolaq tutma funksiyası da adaptiv kruizlə birlikdə aktivdir və hal-hazırda qabaqda svetoforda maşınlar dayanıb və biz onlara yaxınlaşanda bizim maşınımız da məsələn hal-hazırda xəbərdarlıq edir ki, əlimi sükana qoyum və özü də əyləcə basır, tam dayanır. Və bayaq da bizim qarşımıza deməli piyadalar çıxanda onları da hiss elədi və xəbərdarlıq verdi ki, dayanmaq lazımdır. Avtomobildə auto hold özəlliyi də var. Svetoforda dayananda ayağınıza qaza basmamış özü dayanır, özü saxlayır. Qaza basandan sonra artıq hərəkət eləməyə başlayır. Avtomobilin səs izolyasiyasını hardasa 5 üzərindən 3 ilə qiymətləndirərəm. Aşağı sürətlərdə demək olar ki, siz heç bir küləyin filan səsini eşitmirsiniz, amma hardasa bir 70-80 km/saat sürətdən sonra başlayırsınız bu küləyin səsini eşitməyə. Bu sinif avtomobil üçün normal bir şeydir. Burada yer tapdı. Mən parkinqə başlayıram. Avtomobil özü idarə edir, yəni mən heç nəyə basmıram. Özü də parkinq rejimə keçirdi və gördüyünüz kimi yəni, qapını da rahat şəkildə aça bilirəm. Özü məsafəni tənzimləyir. Bu konkret avtomobil sahibinə hardasa 30 min manat civarında başa gəlib. Yəni indiyə kimi bu avtomobilləri belə münasib qiymətlərə gətirmək olurdu. Lakin artıq yanvarın 1-dən bəzi dəyişikliklər olacaq və bu avtomobillərin qiyməti hardasa 3 min, 4 min qədər artacaq. Hardasa yəni 36 min, 37 min manata belə gəlməyə başlayacaq bu avtomobillər. Deməli, avtomobili test elədik, araşdırdıq, gördük ki, kifayət qədər yaxşı özəllikləri var, qənaətçil avtomobildir və s. qiyməti münasibdir. Yəni, kağız üzərində əlbəttə ki, hər şey əla görsənir, lakin bu avtomobillərin uzun müddətdə özlərini necə göstərəcəyini bizə zaman göstərəcək, praktika göstərəcək. Belə dəyərli izləyicilər, bu videonun da sonuna gəlib çatdıq. Gələn videolarda görüşənədək kanala və sosial media hesablarımıza da abunə olmağı unutmayın. Sağ olun.